Salam yoldaşlar, hər vaxtınız xeyirli olsun. Deməli, bu 26 aprel 2026-cı ildə Dövlət İmtahan Mərkəzinin deməli 9-cu sinif buraxılış imtahanında istifadə elədiyi test tapşırığıdır. Yəni məhsul növə aid olan test tapşırıldı. Deməli, bu testlə əlaqəli çoxlu deyəsən müzakirələr gedir ki, test səhvdir deyə. Hətta bizim advans qrupda da müzakirələr səbəb olmuşdu. Müəllimlərə qaranlıq qalan tərəf olmuşdu. Çox müəllim bunun səhv olduğunu deyir, amma səhv olduğuna dair ortaya nəsə bir şey qoymaq lazımdır ki, bu səhvdir. Mən testdə bir problem görmədim. İndi buna aid qayda da sizə göstərəcəm. Birincisi testdən başlayaq. Ya da testdən deyil də, elə gəlin sizə göstərəcəyim qaydadan başlayaq, sonra davam edək. Bircə saniyə mən sizə açım. Deməli, açırıq. Bu kitabı açdıq. Mən sizin üçün açdım bu kitabı. Bura bir dənə diqqət eləyin. Deməli, bəzi feillər 2 tamamlıq tələb eləyir. Əsasən 2 tamamlıq istəyən feillər bu feillərdir ki, 2 tamamlıq, amma bu o demək deyil ki, mən bunu yazmışam, bu kitab bizim kitabımızdır. Mən bunu yazmışamsa və salam bununla yekunlaşır. Yox, təbii ki, sadəcə olaraq nümunə olaraq yazmışam ki, bu feillər özlərindən sonra 2 dənə tamamlıqları ola bilər. Yəni 2 tamamlıq ola bilərsə, 2 passiv strukturda ola bilər deməkdir. Yəni bir olacaq indirect, yəni indirect direct object, bizdə ona vasitəsiz və vasitəli tamamlıq deyirik. Yəni bir feilin 2 tamamlığı ola bilər. Biri vasitəli olacaq, biri vasitəsiz olacaq. Düzdür, burada bir ikinci tamamlığın bəzən passiv qura bilmədiyimiz strukturlar da var. Onlar başqa. Yəni o dərin versiyada oralara girməyək. Deməli biz dedik ki, bir feilin 2 tamamlığı varsa, genel qayda budur. 2 dənə passiv strukturu düzəltmək olar. İndi gəlin baxaq. Məsələn, deyirsiniz ki, o maşını bacısına verdi. Birinci tamamlığımız olub indirect speech, dilim gedir indirect speech, indirect object. İkinci tamamlığımız da olur vasitəli tamamlıq deyək də. Bu da olur vasitəli tamamlıq. O bacısına maşınını verdi. Fərqi yoxdur, tərcümə cəhətdən eynidir. Yerini dəyişsəz də. Və yaxud da ikinci cümlədə deyir ki, I had already shown, mən göstərmişəm polisə Samın şəklini. Yerini də dəyişə bilərsiniz. Sadəcə birinci yerə biz yazmışıq vasitəsiz tamamlığı, sonra vasitəli tamamlığı. Bu arada topluluqda preposition testlərin içində 1-2 dənə nümunə var. Passivə yox, sadəcə olaraq mən məsələn uşaqlara bunu izah eləmişəm. Təbii ki, bütün feillərlə yox. Orada səhv eləmirəmsə bir give feildir, bir də by feili ilə cümlə olmalıdır. Baxın, bunların yanına birinci əgər canlı tamamlığı yazırıqsa, ki, birincisində də canlı tamamlıq gəlib. Bu o deməkdir ki, bizim preposition ehtiyacımız yoxdur. Amma ikinci yazırıqsa, artıq bu polis və yaxud da bacısı keçdisə ikinci yerə, yəni artıq biz canlı tamamlığı ikinci yerə qoyduqsa, buna preposition yazırıq. Bir də ki, ümumiyyətlə də, yəni orada indi banca deyir, ödənilir və yaxud da bacısına ödənilir, hər kiməsə ödənilir. Orada sözünün işlənməsi mütləq şəkildə olmalıdır. İndi biz bunu dəyişə bilərik. Dəyişdiyimiz halda düşünün ki, bu cümləni çevirdiniz, yarandı bu cümlə. Yəni digər tamamlığı ilə yaratmaq istəyirsinizsə, passiv strukturunu, daha doğrusu hələ bunun aktiv voice-unu yaratmaq istəyirsiniz başqa tamamlığı ilə. Məcbursunuz ki, siz ora yazasınız sözünü. Biz indi bundan qabaq dedim axı, əgər cansız tamamlıq gələrsə, ikinci yerə canlı tamamlıq yazarsaq, yəni kiməsə söhbəti ikinci tərəfdədir, fərqi yoxdur. Canlı tamamlıq deyəndə məsələn, banca ödənilir deyəndə aparıb siz binanın içinə qoyub qayıtmırsınız da, orada da hər halda o strukturu yerinə yetirən, o strukturda çalışan adamlardan söhbət gedir zaten. Ora sözünü yazmaq lazımdır. Baxın, bu oldu bizim bir tamamlığımız, ikinci yerə canlı tamamlığımız, yəni belə deyək də, dediyim kimi fərqi yoxdur. Məktəbə tutalım deyirsiniz ki, filan şeyi aparıb verdik, kitabları məktəbə təhvil verdik. Yenə də to-ya orada ehtiyac qalacaq. Çünki o yön bildirəni qoymaq lazımdır yerinə. Bu belə, ikincisi də gördünüz də, yəni demək ehtiyac yoxdur. Yenə eyni vəziyyətdə. Və yaxud da bu cümlə olsun ordakı kimi. Deyirsiniz ki, Səli aylıq ödənişini verir banca. Yenə fərqi yoxdur ki, eyni strukturdur. Ora to yazmalıyıq. Yazdıq. Bunları iki cür passive voice rahat şəkildə eləyə bilirik. Baxın,
yazıb ki, her sister was given the car. Bacısına maşın verildi. Yəni oradakı cümlənin də tərcüməsində heç bir problem yoxdur. Və yaxud da maşın bacısına verildi. Yenə də eyni şeydir. Baxın bu cümlə ilə, yəni leksik baxımdan ümumiyyətlə fərq yoxdur. Sadəcə qrammatik baxımdan fərqi var ki, biz burada sözünü bizə yəni lazım olur, bəzən də olmur. İndi yuxarıdakına lazım deyil, aşağıdakına lazımdır, amma leksik cəhətdən eyni şeydir. Maşın bacısına verildi, bacısına maşın verildi. Eyni strukturdur. Orada da deyir, gəlir pul ödənilir banca, və yaxud da banca pulu ödənilir. Eyni strukturdur. Bu belə. İndi siz orada düşünürsüz ki, bəzi müəllimlər düşünür ki, oradakı to-dan sonrakı hissə yer zərfidir. Zərflikdir və zərflik də cümlədə tam passive voice-a subject eləyə bilmərik. Bəli, haqlısınız. Orada əgər zərflik olsaydı, qeyri-mümkün idi ki, orada passive strukturu yaradaq. O yer zərfi deyil, hörmətli müəllimlər. Sadəcə olaraq yönlük halda işlənən bir isimdir. Yəni bizim dildəki hal kateqoriyasının ingilis dilində sözünü yerinə yetirir. Düzdür, ingilis dilində ismin halları var. Sadəcə olaraq istifadə olunmur, qrammatikada istifadə eləmirik, amma yenə də o hallarda zaten sözünü yerinə yetirir. Bilmirəm indi oxumusunuz ya yox. Məlumat olanlar olar, fikrim onlara daha aydın bəlkə də çatar. Onsuz da sözünü, məsələn, çıxışlı hal var, from-la düzəlir. Yönlük hal to-la düzəlir. Bu burada hörmətli yoldaşlar, baxın, bu burada yer zərfi deyil. Burada banc olsun, school olsun, yer zərfi deyil. Bunlar burada sadəcə yön bildirilir. Elə bil ki, hara ödədi deyirsiniz, amma tamamlığın bir cür sualıdır. Sözündən sonrakı hissənin bir tamamlıqdır. Yəni prepositionlı phrase deyir ingilislər ona. Ondan niyə qaytara bilməzsiniz? Təbii ki, qaytararsınız. Təbii ki, ondan passive voice düzəldə bilərsiniz. İkinci bir versiyada səsləndirən müəllimlər var ki, indi bir dəqiqə İkinci bir versiyada səsləndirən müəllimlər var ki, əgər orada sözününü biz yazırıqsa, baxın burada görürsüz 2 dənə əslə var, passive struktur. Əgər biz deyənlər var ki, bəs biz əgər o to-dan sonrakı hissə ilə passive voice qururuqsa, o zaman biz o sözününü qaytarmaq məcburiyyətindəyik ora. Xeyr. Baxın bir dənə bura. Biz sözünü o vaxt qaytarırıq ki, ya bizim feilimiz phrasal verb olsun, tərkibində hər hansı bir particle olsun. Yəni bu arada biz indi onları məsələn look after biz orada sözünü deyirik. Əslində sözündə deyil onlar, particle'dılar, yəni ədatdılar. Bir ya özündə olsun ki, biz onu passive voice-a çevirəndə qaytarmalı olaq, ya da feil sözünlü feil olsun. Məsələn buradakı kimi biz onu qaytaraq. Yox, əks halda sözünlü o feilə aid deyilsə, sizin orada passive voice-a qaytaranda o sözünü qaytarmaq kimi bir şansınız yoxdur. Yəni qaytara bilmərsiniz. Bir dənə bura baxın. Deyir ki, we have looked at the plan. Biz deyir ki, plana baxdıq. Baxın buradakı bu at. Görürsüz, qara eləmişəm bunu. Bu plana aid deyil ki, xeyr, ona aid deyil. Deməli bizim bu feilimizlə işimiz. Biz bunu məchul növə çeviriksə, o orada qayıtmalıdır yerinə. Məsələn, deyirsiniz ki, plana baxın bura. The plan has been looked at yerinə qayıdıb. Ehtiyatla baxıldı. Və yaxud da ikinci cümləmizdə listen to özündən sonra obyekti varsa, mütləq şəkildə bunun yanında to olmalıdır. Bu o deməkdir ki, siz bunu məchul növə çevirirsinizsə, o to qayıtmalıdır yerinə. She is never listened to. Görürsüz, to qayıdıbdır və yaxud da aşağıdakı olsun. Somebody has paid for your meal. Burada your meal-ə aidiyyatı yoxdur. Ödəmək aid olan paid-in özünə aiddir. Siz də o paid-in yanında onu qaytarmalısınız. Your meal has been paid for. Yəni orada indi gedirik o testə. O testdə sözününün nə feillə işi yoxdur, sadəcə orada sözünün funksiyasına, yəni feilə heç bir aidiyyatı yoxdur. İndi demək buradan biz çıxaq, qaydaq bizim testimizə. Aha, bu bizim istifadə olunan testimizdir. Qaydaları kifayət qədər dedik, o kitabdan çox adamda da var zaten, oxuyub bilirəm ki, xəbərdardılar. Deməli, burada deyir ki, nöqtədamız, xəbərimiz, altından da sintaktik təhlil eləyək. Necə ödənilir, necə ödəyir? Bu, bunun tərzərkə zərfi olur. Nəyi ödəyir, ödənişi və yaxud da elə bunu aid edərsiniz buna, necə ödəniş edir, aylıq ödəniş. Bunu da belə düşünün ki, dalğalıq xətti bu ismi, yəni tamamlığı təyin edir. Aylıq ödəniş belə. Hara ödəyir? Bu yer zərfi deyil, yoldaşlar. Bu sadəcə olaraq sözünlü bir tamamlıqdır. Aha, bu belə. Bu deməkdir ki, biz artıq buradan 2 dənə məchulunu düzəldə bilərik. Yenə deyirəm, bir tərəfdən haqlı olduğunuz yer var. Çünki
deyim, Dövlət İmtahan Mərkəzi test toplularında belə bir struktur uşaqlara təqdim etməyib. Etməyibsə, demək burada bir prinsip pozulmuş olur. Yəni etibarlılıq olur, bu prinsip pozulur da. Yəni artıq verdiyim etibarlılıq yox, daha doğrusu uyğunluq prinsipi pozulur. Çünki verdiyi test tapşırığında bu struktur yoxdur deyə uşaqlara salıb. Burada bir uyğunluq prinsipini pozmuş olur. Amma bu o demək deyil ki, biz o prinsipi pozub deyə testin üstünə basa-basa biz bunu səhv çıxartmalıyıq. Xeyr, testin heç bir problemi yoxdur. Hətta çox da qəşəng testdir. Zaten bunu siz uşağa deməsəz belə, əgər ə, belə deyək də, biraz savadlı uşaqdırsa, zaten bunu çözə biləcək. Gələk indi testə. Bu onsuz da birinci heç kimə çətin də gəlmir. Bir hamı bildi ki, yəni onsuz da subjektləri eyni olan cümlələr passiv strukturuna keçmir. Yəni bu baxmağa belə gərək yoxdur. Gəldik ikincisinə, ikinci cümlədə. Deməli deyir ki, aylıq ödənişlər ödənilir banca. Problem yoxdur. Bu cümləni düppələmdüz razısınız zaten götürürsüz. Üçüncü cümləyə gələndə hamı bunun səhv olduğunu düşünür. Burada baxmağa ehtiyac yoxdur. Çünki belə çıxır ki, aylıq ödəniş səliyə ödənilir. Halbuki səli tərəfindən ödənilir. Burada bay olsaydı bu düzgün olardı. Bu da getdi. Qaldıq bir dənə üçün ki, sizə qaranlıq qalan, hər kəsə deyəsən qaranlıq qalıb, təkdə bir insan çıxmağından görürəm qruplarda falan söhbət gedir, video çəkənlər nəyi səhvdir ki bu cümlənin? Çoxusu düşünür ki, bu yer zərfidir. Bu, bu yer zərfidir. Bundan passiv strukturu qurmaq olmaz. Bəli, yer zərfi olsaydı qurmaq olmazdı. Bu yer zərfi deyil, sadəcə olaraq sözönülü bir ə, prepositional phrase, yəni sözönlü bir sözdür. Sözönlü də zaten sözün önündə durubdur. O nə illa da banka yapışan bir söz deyil, nə də ki make fe'li ilə istifadə olunacaq bir şey deyildi. Yəni o orada sadəcə sözönlü funksiyasındadır. Nə sözönlü fe'l deyil, nə də phrasal verb deyil ki, tərkibində olsun. Yəni onun ora heç bir aidiyyatı yoxdur da, bu burada sözün funksiyasını yerinə yetirir. Elə olan halda banca pul aylıq ödənilir deyə bilərsiniz. Burada nə problem var ki, yoldaşlar? Baxın, banca bu bunun xəbəri oldu, ödənilir. Nə ödənilir? Aylıq pul ödənilir bu tərəfdə. Burada çoxsu deyir ki, buradan məhz to qaytarmaq lazımdır. Xeyr, buradan to qaytarmaq olmaz. Çünki bu to-nu biz, yəni bir daha deyirəm, o vaxt qaytarırıq ki, to yox, ümumiyyətlə biz ora sözününü və yaxud da particle deyirik də, onu ora o vaxt qaytarırıq ki, bizim oradakı feilimizin özünün tərkibində sözünlü feil olsun, sözünü olsun, phrasal verb olsun, tərkibində particle olsun. Particle deyirəm, bəlkə biraz çaşqınlıq yaradar sizdə. Yox, particle elə o sözünlərin tərkibindəki sözünlərdir. Sadəcə onlar sözünü deyillər, partikıllar. Yəni hardasa ingiliscəsində əsl ədad onlardır. Yəni Oruç Musayev dediyi deyil. Oruç Musayev zərflər ədad deyib. Əsl ingiliscəsindəki partikıl odur. Yəni bu cümlədə heç bir yoldaşlar səhv yoxdur. Yəni nə qədər bunu səhvə çıxartmaq istəsəz də ki, orada sözünü qayıtmalıdır. Xeyr, qayıtmalı deyil. Əgər qayıtsaydı bu test səhv olardı üçüncü. Düzgün cavab olmaz. Və yaxud da əgər deyirsə o yerli çaldı, yerli çalınan, yəni yerli halla yox, daha doğrusu yerli çaldı zərfidir, yer zərfidir. Cümlədə gəlib subjekt funksiyasında ola bilməz. Yenə də o yer zərfi deyil, sadəcə sözündən sonrakı hissədir. Bundan qabaq da göstərdikdə məsələn dedik ki, Leyla maşınını dostuna verdi. Orada to ilə qaytarmısınız. Və yaxud da deyirsiniz ki, Leyla maşınını təhvil verdi, tutalım ki, şirkətə. Yenə də deyə bilərsiniz də, şirkətə təhvil verildi maşın Leyla tərəfindən. Nə olsun ki, orada deyəsiniz ki, to the company olubdur yer zərfi. Xeyr, yer zərfi deyil. Yenə deyirəm, birdən düşünərsiniz ki, siz göstərdiyiniz nümunədə to-dan sonra canlı tamamlıq gəlmişdi. Fərqi nədir ki, bu da canlıdır da. Bunun da içində zaten biz ingiliscəsində kollektiv nounlar vardı. İçində deyirik ki, məsələn, hökumət, sinif, çoxdur da belə klass, bank olsun. Deyir ki, içində bunun əməliyyatı eləyən şəxslər var da. Bu kollektiv noundur. Görürsüz, hətta bunun xəbərini cəm yaza bilərik ki, içindəkiləri nəzərdə tuturuq, tək yaza bilərik ki, option nəzərdə tuturuq. Yəni uzun sözün qısası, bəlkə də biraz uzun danışdım. Bu testi həqiqətən çox gözəl testdir. Sadəcə olaraq dediyim kimi burada bir uyğunluq prinsipi pozulub ki, Dövlət İmtahan Mərkəzi hələ də qala 9-cu siniflərə, nəinki 11 demirəm, belə bir strukturda test verməyib, sadəcə imtahanda istifadə edib. Amma istənilən halda bu test çox qəşəng testdir, çox da yəni heç bir problemi yoxdur. Hər nə qədər səhvə çıxartmaq istəsə də bəzi yoldaşlar, bunun səhv olacaq bir versiyası yoxdur. Düppələm-düz testdir, çox da qəşəng testdir. Nəsə bir fikriniz olsa, nəsə demək istəsəniz yazarsınız videonun altından.